Məni izləyən izləyicilər əslində nə qədər emosional olduğumu bilirlər. Və bilirlər ki, mən həmişə efirə çıxanda sevərəkdən danışıram, çox belə yüksək əhval-ruhiyyə ilə danışıram. Yəni tempim o tempdir də, belə deyək. Səhər burada əyləşəndən, yeri gəlmişkən TikTok üzərində izləyicilərimizin gözünün qabağında baş verdi. Burada əyləşəndən hiss edirəm ki, qan təzyiqim çox yüksək qalxıb və gücünən verilişin bir neçə dəqiqəsini, 50 dəqiqə yaxınını idarə eləmişəm və bayaq əməkdaşlara da dedim ki, heç yaxşı deyiləm, ümumiyyətlə özümü idarə eləyə bilməm. Çünki özüm hiss eləyirəm və ağrıdan da özümü saxlaya bilmirəm. Çox sağ olsunlar, efirdə bir qədər anonsların müddətini uzatdılar. Amma hiss eləyirəm ki, hər an yıxıla bilərəm burada. Əməkdaşlar təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıblar. Təşəkkür eləyirəm və heç də bilmirəm, istəyirsiniz gəlin canlı efirdə ölçə bilərsinizsə ölçün. Çünki mən ümumiyyətlə gündəlik dərman atmalıyam, amma mən dərman atmıram.